Müayinələr zamanı belə bir maraqlı sual gəldi anadan. Doktor, uşağımın boğazını kəsdirmişəm. Boğaz spreyi olarmı? Təbii ki, olar. Boğaz ağrısı nədir? Boğazı kəsdirmək nədir? Bunu sizə başa salın. Boğazı kəsdirdik deyəndə badamcıqları və ya adenoidin əməliyyatı nəzərdə tutulur. Ancaq boğaz ağrısı özü bir xəstəlik deyil. Hansısa bir xəstəliyin əlamətidir. Belə deyək də, bizim boğaz dediyimiz nahiyədə qırtlaq və udlaq olur. Həmin bunların, bu orqanların infeksiyon, allergi, quru hava, hətta mədəni tuş möhtəviyyatı hesabına qıcıqlanması belə bax bu nahiyədə ağrı verə bilər. Bunu da uşaqlar, körpələr boğazımı ağrıyır deyib şikayət edirlər. Ona görə əziz analarım, uşağın boğazı ağrıyır, kəsilib və onun boğazı ağrıya bilməz deyə bir anlayış yoxdur. Ancaq boğazın hansı nahiyəsinin problemi var, nə mənşəlidir, bunu isə həkim mütəxəssis təyin edəcək sizə. Ona görə də qorxmadan, çəkinmədən boğaz spreylərindən istifadə edə bilərsiniz.